Herkese salam. Bugünkü videomuzda bir ədəd Samsung laptopunun anakartı var. İlk önce platformasını qeyd edək. Daha sonra anakartdakı problem haqqında informasiya verin. Anakartın platforması skala 3, orta xətt 15 drop, Petronas, orta xətt 15, divizya 1.1. Anakartdakı problem nədir? Adaptor qoşulur, start yoxdur və standby power LED işığı da yanmır. İlk öncə güc qaynağını bağlayaq və reaksiyaya baxaq. Güc qaynağını bağlamışam, aktiv edək və gördüyünüz kimi 0.09 və standby power LED işığı yanmır. İlk öncə edəcəyimiz proses, görək anakartımızın girişində 2 ədəd N kanal MOSFET var və bu MOSFETimizin sağlamlığımızı kontrol edək. Daha sonra güc qaynağını bağlayaq və görək 19 voltajımız müqavimətdən anakarta paylanılırmı? Multimetrəmiz səs rejimdədir. Birinci giriş MOSFETini yoxlayırıq, normaldır. İkinci giriş MOSFETini yoxlayırıq. Qeyd ayağı da normaldır. Digər qeyd ayağı da normaldır ikinci MOSFETimizin. İndi isə güc qaynağını bağlayaq və görək çıxışımızdan 19 voltaj paylanılırmı anakarta. İndi isə bizim hər iki MOSFETdən çıxan 19 voltajımızı ölçək, görək müqavimətimizdən keçirmi? Bəli, 19 voltajımız anakarta paylanılır. Bu bizim standby power bobinlərimizdir. Bu 3.3 always power. Bu isə 5 voltaj always power bobinimizdir. Bu modeldə ümumiyyətlə güc qaynağı bağlı olduğu zaman bobinlərimizdə voltaj yaranmır. Start verildiyi zaman bobinlərimizdə voltaj aktiv olur. Mənim edəcəyim nə olacaq? Bobinlərimizdə baxaq, bir qısa qapanma varmı? Multimetrəmiz səs rejimdədir. Qısa qapanma yoxdur. Digər bobinimizdə də qısa qapanma yoxdur. İndi isə müqavimətlərinə baxaq. Müqavimətimiz normaldır. Yüksək müqavimət göstərir, qısa qapanma yoxdur. Digər bobinimizdə də müqavimətimiz normaldır. Anakartımızın digər üzündə standby power bobinlərimizin arxa tərəfində bizim standby power kontrollerimiz var. TPS 511-25 standart kontroller, yəni tanınmış kontrollerdən biridir. Qeyd edim ki, bu kontroller haqqında ümumiyyətlə kanalımda yetərincə video var və mən burada hansı voltajları ölçəcəyim. VREG 3, VREG 5 və əsas ana giriş kontrollerimizə 19 voltaj. Anakarta güc qaynağı bağlıdır hal-hazırda və başlayaq ölçümlərimizə. Deməli, bizim standby kontrollerimizdə dediyim kimi VREG 3, VREG 5 və ana giriş voltaj, yəni kontrollerimizi qidalandıran voltajımızı ölçək. Buradakı gördüyünüz kimi kondensator VREG 3 ayağıdır. Burada 2 ədəd SMD iri həcmli kondensator VREG 5 ayağıdır və burada gördüyünüz kimi bir ədəd müqavimət və bir ədəd də filtr kondensator var. Bu da 16-cı ayağımıza bağlıdır, yəni Win ayağıdır. Bu 8-ci ayaq VREG 3, bu 17-ci ayağı isə VREG 5 ayağımızdır. İndi isə başlayaq ölçümlərimizə. İlk öncə VREG 3-ə baxaq. Gördüyünüz kimi heç bir voltaj yoxdur. Bunlar bərabərdir, yəni paralel şəkildə qoşulub. Heç bir voltajı millivolt olaraq göstərilir. Win girişimizə baxaq. Bizim kondensatorumuza baxanda kifayət edir. Bəli, burada isə 0.5 voltaj var. 19 voltajımız burada 3R3 müqaviməti var. 3.3 ohmluq müqavimətimiz var. Bu 19 voltajımız buradakı müqavimətdən sonra paylanılır, yəni daxil olur daha doğrusu standby kontrollerimizə. Müqavimətimizin digər tərəfinə baxaq. Yəni ilk giriş tərəfinə baxaq. Bəli, burada 19 voltaj var. Digər tərəfəndə isə
voltajımız yoxdur. İndi isə biz müqavimətimizi ölçək görək. Bu müqavimətimiz sağlamdır. Deməli, girişində 19 var idi, çıxışında isə 0.5 voltaj var idi. Deməli, artıq normal deyil. Yüksək müqavimət göstərir 331 ohm. VDC siqnalı R167 3.3, yəni 3.3 ohmluq müqavimətdir və bu da bizim standby kontrollerimizin win girişdir. Bu da TPS 511-25 kontrollerimiz və mən burada nə müşahidə etdim? Mikroskopun işıqlandırmasını azaltmışam, çünki tam işıqlı olanda buradakı ləkə görünmür və diqqət etdiysəniz müqavimətimizin mərkəzində, belə deyim də, bunu tam dəqiqliklə, diqqətlə daha doğrusu baxdığımız zaman görmək olar ki, bizim müqavimətimizin üstündə bir dəlik var artıq. Dəlik deməyək də, belə deyim, qızartı var və bu bizim müqavimətimiz, belə deyim, nasazdır. Burada işıqlandırmanı mən azaltmışam, yəni burada tam bilinmir, bilmirəm, siz bunu rəng çalarlarla seçə bilirsiniz, yoxsa yox. Baxın, bu hissə qızarmış formadadır. Nasaz müqavimətimizi çıxartdım və indi gəlin biz buradakı müqavimətdən kontrollerə çəkən tərəfin səs rejimdə yoxlayaq, görək bir qısa qapanma varmı? Bu bizim 19 voltajdan, yəni güc qaynağından gələn müqavimətdən keçir və bəli, burada artıq qısa qapanma göstərir. İndi isə nə edəcəm mən? Kontrollerimizi anakartdan ayırım və görək girişə daxil, girişdəki olan qısa qapanmamız itirmi? Standby kontrollerimizdə anakartdan ayırdım. Multimetremiz bir dəqiqə səs rejimdədir. Artıq qısa qapanma yoxdur. İndi isə kontrollerimizi, yeni kontroller yerinə lehimləyim və buradakı 3.3 ohmluq müqavimətimizi yerinə lehimləyim. Nəticəyə baxaq. Standby power kontrollerimi də dəyişdim, müqavimətimi də dəyişdim. İndi isə güc qaynağını bağlayaq və əsas 3 voltajımızı ölçək görək, normal qaydasındadırmı? Güc qaynağını aktiv edək və gördüyünüz kimi artıq bizim standby power led işığımız yanır və biz gəlin yenə voltajlarımızı ölçək. Deməli, birinci virək 3, 3.3 var, daha sonra virək 5, 5 voltajımız var və müqavimətimizi də ölçək çıxışını, bəli, 19 voltajımız qaydasındadır və dediyim kimi standby power led işığımız da aktiv vəziyyətdədir. İndi isə startdan sonra bobinlərimizin voltajına baxaq. Anakarta start verdim və gördüyünüz kimi artıq mavi led start işığımız yanır. 3.3 voltajımız var. Bəli, 5 voltajımız da aktiv vəziyyətdədir. Mən laptopumuzu bu formada topladım. Mikroprosesorumuza və ekran kartına da kiçik bir radiator əlavə etdim ki, bu ani isinmədə problem yaşanmasın. Yəni çiplərimizə bir zərər gəlməsin. İndi isə güc qaynağı hal-hazırda aktivdir. Start verək. Start aldı. Və gördüyünüz kimi görüntümüz artıq var. Bəli, artıq boot menümüz belə gəldi. Yenidən start verim.
Bəli, artıq gördüyünüz kimi Samsung loqomuz gəldi. Bizim videomuz artıq yekunlaşdı. Gördüyünüz kimi laptopumuz normal qaydada işləyir. Batareyamız da doldurulur. Burada da amperimizdən də görmək olur ki, batareyamız doldurma rejimdədir. Bu qədər. Ümid edirəm ki, video işinizə yarayacaq. Yəni, bəzi videolarım var idi ki, orada ümumiyyətlə VREG3, VREG5 siqnallarında bir problem var idi. Amma bu dəfə isə fərqlidir. 19 voltajda girilən, belə deyək, yolda problem var idi ki, hansı ki, çox ehtimal ki, yüksək axımdan səbəbli müqamətimiz sıradan çıxıb, lakin müqamətimiz sıradan çıxsa belə, yəni bir növ qoruyucu rejimini yerinə yetirsə belə, lakin müqamətdən də keçib kontrolerimizdə nasaz hala gətirmişdi. Kontrolerimiz dəyişildi və nəticə artıq laptopumuz normal qaydada işləyir. İnşallah növbəti videomuzda görüşərik. Sağ olun.